Hörmətli Azərbaycan Xalq Parlamentinin üzvləri, hörmətli millət vəkilləri, əziz xalqımız, dəyərli soydaşlarımız. Mən Teymur Ömünbəyli, nizamnaməmizin mənə verdiyi hüquq və rəissiyyət heyətimizin razılığı ilə toplantını aparmaq üçün ilk səlahiyyətimə və vəzifələrimə başlayıram. Təkcə bu toplantını deyil, 7 ay müddətində sədrlik də mənə həvalə olunubdur, nizamnaməmizin mənə verdiyi səlahiyyətdir. Bugün biz burada Azərbaycan xalqının susturulmaq istənilən iradəsini, boğulmaq istənilən haqq səsini, əlindən alınmaq istənilən dövlətçiliyini və siyasi söz hüququnu yenidən tarix səhnəsinə qaytarmaq üçün toplaşmışıq. Mənə Azərbaycan Xalq Parlamentinin sədri kimi göstərilən etimad böyük şərəf olmaqla yanaşı, ağır milli məsuliyyət kimi qəbul edirəm. Çünki bugün bu kürsüdə oturmaq təkcə bir vəzifə deyil, bu xalq qarşısında verilən antdır. Və biz də dəyərli izləyicilərimiz, sizlərin qarşısında və dəyərli millət vəkillərimizin qarşısında andımızla içmişik. Biz buraya şəxsi maraqlar üçün və ya susmaq üçün gəlməmişik. Biz buraya xalqın haqqını müdafiə etmək, milli iradəni qorumaq və Azərbaycanın gələcəyinə xalqın özünün sahib durması üçün ona güc verməyə gəlmişik. Uzun illərdir xalq adından danışanlar çox olub, amma xalqın öz səsini eşidənlər az olub. Uzun illərdir qərarlar xalq adına verilib, amma xalqın özü o qərarların sahibi olmayıb. Məhz buna görə də Azərbaycan Xalq Parlamenti sadəcə siyasi platforma kimi deyil, bu milli iradənin təşkilatlanmış bir forması kimi irəli gəlir. Buradan açıq şəkildə bəyan edirəm. Heç bir təzyiq, heç bir qorxu, heç bir siyasi və maddi təsir bizi xalqın maraqlarından geri çəkindirə bilməyəcək. Heç bir güc Azərbaycan xalqının milli iradəsini sonsuza qədər nəzarətdə saxlaya bilməz. Biz qanun aliliyini, siyasi ədaləti, insan ləyaqətini və milli suverenliyi müdafiə edən siyasi xəttin daşıyıcılarıyıq. Bu parlamentin tribunası xalqa açıq olacaq. Amma milli maraqlara qarşı olan hər cəhd qarşısında mövqeyimiz sərt və prinsipal olacaq. Bugündən etibarən Azərbaycan Xalq Parlamenti yalnız danışan deyil, mövqe qoruyan, qərar verən və siyasi məsuliyyət daşıyan milli bir iradə mərkəzi kimi fəaliyyət göstərəcək. Mən burada olan Azərbaycan Xalq Parlamentinə könül vermiş bütün millət vəkillərini, bizi efirlərimizdən izləyən, bizlərə səs vermiş bütün seçkilərimizin hər birini ayrı-ayrı bir qəhrəman hesab edirəm. Həyatını xalqa həsr etmiş bu dəyərli insanları milli məqsədlər ətrafında birləşməyə çağırıram. Əziz millət vəkillərimizə çatdırmaq istəyirəm ki, tarixdə biz nə dediyimizlə deyil, xalq üçün nə etdiyimizlə qalacağıq. Bu inamla, bu qətiyyətlə və bu siyasi iradə ilə Azərbaycan Xalq Parlamentinin bu iclasını açıq edirəm. Yaşasın Azərbaycan, yaşasın milli iradə, yaşasın xalqın mübarizəsi və yaşasın böyük Türk xalqı, böyük Azərbaycan xalqı.